Красота с кулаками Тунзали Иманлы называют одной из самых эффектных и техничных девушек в мире смешанных единоборств. Salam aleykum, mənim adım Tunzalə İmanlıdır. Azərbaycanın 3 rəngli ay ulduzlu bayrağını dalğalandırdı. Клетку приглашается представительница Азербайджана Тунзала Черная Пантера Иманлы. Əslim lirikdəndir, amma özüm biləsi var da, Əskərabad kəndidə anadan olmuşam. Yurdum yuvam, ayasız kendimiz, ata tabat, akışan kendimiz. Güzel olur sende yay kış bahar, güzel olur sende yay kış bahar. Yaşıl meşeli, ömrü neşeli, sevirem seni güzel kendimi. Yaşıl meşeli, ömrü neşeli, sevirem seni güzel kendimiz, kendimiz. Uşaqlığım Əskərabadda keçib, 3 yaşa qədər, 3-4 yaşa qədər Əskərabadda yaşamışam. Mən anadan olandan sonra atam Rusiyaya gedib, Sibirə işləməyə, Ulan-Udə şəhərinə. Ondan sonra 3 yaş mənim tamam olanda gəlib ata bizi götürüb, aparıb Rusiya. Belə 3 yaşdan biz Rusiyada böyümüşük. Məndən sonra hələ ki Rusiyaya köçməmiş mənim bacım oldu. Sonra biz Rusiyaya köçdük 3 yaşda. Mənim 3 yaşım var idi. Rusiyaya köçəndən sonra deməli bir neçə ildən sonra, deyəcəm neçə ildən sonra, bir 6 ildən sonra qardaşım dünyaya gəldi və ailədə 3 uşaq olduq. Mən Rusiyaya köçəndə heç rus dili bilmirdim, ancaq Azərbaycan dilində danışırdım. 3 yaşım var idi. Amma heç kim mənə rus dili öyrətməyiblər. Mən çölə çıxanda uşaqların belə gəzə-gəzə, oynaya-oynaya rus dili özüm belə öyrəndim. Qardaşım balaca idi, qardaşım yanına həmişə həkim gəlirdi. Həkim də həmişə resept yazırdı. Biz də o həkimə baxıb reseptdə necə resept yazıb, biz də elə bilik ki, nəsə yazırıq, elə yazırdıq resept. Həm də qulaq asırdıq həkimə, belə də daha yaxşı rus dili öyrəndik. 7 yaş tam oldu, məktəbə getdim, Ulan-Udə şəhərində. Deməli, 1-ci, 3-cü sinifə qədər bir məktəbdə oxudum. 4-cü sinif o vaxt yox idi. 5-ci sinifə daha yüksək liseyə köçdüm. 5-ci sinifdən 11-ci sinifə qədər Politexnik liseydə oxudum. Nə yalan danışım, uşaqlığımız çox çətin keçib və elə deyim ki, biz çox varlı ailə deyildik. Sizə bir şey danışım. Deməli, 10 yaşım var idi, təxmini. 2 mərtəbəli evdə biz qalırdıq. Vəziyyətimiz yaxşı deyildi də, çox imkanlı ailə deyildi. Bizim evimizdə hər zaman olmalıdır yağ, pesok və çörək və çay. Biz bununla tamamlayırdıq yeməyi. Deməli, səhər yeyirdik çörək, çörəyin üstünə yağ yaxırdıq, yağın da üstünə belə saxır, pesok tökürdük. Doğru idim, amma bizə belə verirdi. Yemək abidə olmasa, axşama da olmasa eyni şey yeyirdik ya da şirin çayla çörək yeyirdik. Belə bir günlərimiz olub. Hər şeyi xatırlayıram, hər şeyi yadımda saxlayıram və unutmuram. İndiki bu vəziyyəti biz baxa-baxa bu vəziyyətdə o günlərimizi yada salmalıyıq. 11-ci sinifi bitirəndə çox böyük bir, mənim üçün çox bir pis hadisə oldu. İyunun 23-ü ad günümdür. Və iyunun 23-ü məktəbin 11-ci sinifin buraxılışı idi mənim. İyunun 22-si mən getdim salona hazırlaşmağa. Bu hadisəni çox insan bilmir. 1-2 yaxın insan bilir. Getdim deməli salona hazırlaşmağa, çünki 23-ü buraxılışdı, həm də ad günümdür. 11-ci sinifim. 22-si salondan çıxanda evə gələndə
pis bir hadisə olmuşdu. Onu tam danışmıram. Amma atama aparmışdılar. O gündən deməli mənim üçün ad günüm çox necə deyim, dəyərli bir gündür. Bəzilər keçirtmirlər, amma mən hər ad günümü keçirtməliyəm ki, o pis günümü unutum. Deməli o gün buraxılışa mən hazırlaşıb göz yaşları ilə getdim məktəbə. Atasız getdim, anasız getdim. Mama dedi ki, getmə, amma mən özümü məcbur edib hazırlaşıb getdim məktəbə buraxılışa. Buraxılışda hamı ata ilə, ana ilə idi və hamı çıxır ata ilə, ana ilə diplom alır, çağırırlar, məni çağırırlar. Mən zülümlə çıxdım, atasız, anasız çıxdım, diplomu aldım, kövrəldim ki, tək çıxmışam da, hər şeyi göz qabağıma gətirdim. Çox pis oldum. Diplomu aldım, gəldim evə. O gündən tam başqa həyat yaşamağa başladım. Çalışdım, düzdür, bir neçə gündür pis idim, amma çalışdım daha yaxşı olum. Özümü toplayayım, çünki artıq atam həbs edildi və 6 il həbs edilmişdi, düzdür. O vaxtda biz elə bilmirdik neçə il verəcəklər həbs, amma həbs edilmişdi 6 il. O vaxtdan mən institutda girməli idim ya da ailəmi saxlamalıydım. Çünki evin kişisi gedib, ən böyüsü mənəm və bacım, qardaşım var. Deməli, institutda biz kredit götürdük, pulumuz yox idi o vaxt. Elə də çox kredit götürdük ana ilə. İnstitutda da girdim. İnstitutda özümü topladım, oxuyurdum. Həm də idmanla məşğul olmuşdum. İdman barədə birazdan daha ətraflı danışaram. Deməli, idmanla məşğul olurdum. Universiteti də oxuyurdum. Həm də universiteti oxuya-oxuya biznes plan yazdım. Özümə rəqs məktəbi açdım və həm də orada işləyirdim. Yarışlara gedə-gedə, universiteti oxuya-oxuya və o rəqs məktəbində işləyə-işləyə mən belə özümü topladım, işlədim, qazandım və universiteti bitirdim. Universiteti mən 2 diplomla bitirmişəm. Biri İqtisadiyyat və İdarəetmə fakültesi, ikinci də diplom informatika və matematika. İnformatika və riyaziyyat belə deyim. 2 diplomla bitirdim. Öz fakültetimə uyğun getmədim işləməyə, idmanımı davam elədim belə. 6 il atam həbsdə idi və biz özümüzü topladıq. Mən universiteti bitirdim, idmanla məşğul olurdum və 6 ildən sonra atamız bizə qovuşdu. İndi çox mənim dostlarım deyirlər ki, sən kişi kimi qızsan, kişi kimi qızsan. Həyat məni məcbur elədi ki, mən kişi kimi böyüyüm. Çünki atam ailəmdə olmayanda ailənin başçısı mən olmuşam. Mən əziyyət çəkmişəm və evə çörək mən gətirmişəm. Bütün çətinlikləri keçə-keçə ad qazanmışam, məşhur olmuşam. Çox sağ olsun millətimizə. Hörmətim var millət arası. Məni çox sevirlər vətəndə. Bəziləri yox. Çoxusun maraq edən bir məqam var, özəl həyatım. Mən özəl həyatımı paylaşmıram, sevmirəm paylaşmaq. Çünki özəl həyat elə özəl həyatdır. Salam, hər kəs bilir ki, mənim əslim Lerikdəndir, amma mən Biləsuvarda Askerabad kəndində anadan olmuşam və ilk öncə rayona gələndə özümə borc bilirəm şəhidlərimizi ziyarət etməyə və bugün biz Mübariz İbrahimovun evinə, muzeyinə gəlmişik. Allah bizi Mübariz İbrahimova rəhmət eləsin. Allah bizim şəhidlərimizi rəhmət eləsin. İndi sizə idman karyeramdan danışacağım. Necə başlamışam? 20 il idmandayam. Deməli, 12 yaşım var idi. Məktəbdə heç
xəbərim yox idi idmandan, nə bilim, fikirlərim yox idi, nəsə haçansa idmanla məşğul ola biləcəm. Deməli, məktəbdə elan açmışdılar arm wrestling qol güləşi qrupuna. Adamlar, tələbələr yığılır. Mən də heç bilmirdim arm wrestling nədir, qol güləşi nədir. Mən də dedim problem. Getdim, yazıldım. Başladım hamını udmağa. Özümdən böyük olan qızları, özümdən böyük olan oğlanları, nə bilim. Belə-belə müəllim məndən potensial gördü və başladı yarışlara hazırlaşdırmağa. Başladıq yarışlara çıxmağa. Birinci yerlər. Belə neçə qat Respublika çempionu olmuşam. Rusiyada idi, Ulan-Uda şəhərində. Sonra Rusiya çempionatına getmişəm. Rusiya çempionatında da yer qazanmışam. Belə Rusiyanın idman ustası olmuşam qol güləşi üzrə. Heç, necə deyim, valideynlərin heç xəbəri yox idi. Mən idmanla məşğul olmuşam, oluram. İlk medalım, ilk yarışım kağız medalı idi. Onu da deməmək evdə mümkün deyildi də. Deməmək mümkün deyildi. Ona görə mən o medalı qazandım, gəldim evə. Qorxurdum atanın reaksiyası nə olacaq, amma çox gözəl bir reaksiya oldu. Atam qəbul elədi bu medalı. Mən hər şey danışdım ki, idmana yazılmışam, yarışlara çıxacağam və ilk mənim medalım budur. Yarışları sizə danışdığım kimi udurdum. Deməli, neçə il, 11 il mən qol güləşlə məşğul olmuşam. Ondan sonra mən gəlmişəm Azərbaycana. Bir hadisə oldu həyatımda, çox pis hadisə. Döyüldüm bir yaxın insan tərəfdən. Deməli, Azərbaycana gələndə bir yaxın bir dostumuz özünün yanına çağırdı və başladım MMA ilə məşğul olmağa. O qədər incidim o yaxın insandan ki, məni o qədər incitdi ki, döyüldüm. Açıq danışım, döyüldüm. Ona görə başladım MMA ilə məşğul olmağa. Başladım hazırlaşmağa. Deməli, heç xəbərim yox idi MMA nədir. Əlcəkləri verdi. Dedi, get, uşaqlar nə eləyirsən də onu eləyəcəksən. Mən də başladım uşaqlara elədikləri eləmək, məşqdə onları təkrar eləmək, belə. İlk yarışım oldu və MMA döyüşü qazandım. Ondan sonra belə başladım MMA döyüşməyə. O vaxtı MMA döyüşən qız nəticə verən yox idi. Döyüşlər uda, elə olurdu, döyüşləri də uduzurdum, amma udan döyüşlərim çox idi. Belə davam elədim və MMA ilə məşğul ola mən BJJ Jiu-Jitsu yarışlara qatılırdım və dünya səviyyəsində olan yarışlarda mən qalib gəlirdim. Hətta 10 kilo özümdən ağır çəkidədir. Həm kimono versiyası, həm kimonosuz. Gi, no gi. Deməli, Jiu-Jitsu üzrə 4 qat dünya çempionu oldum Abu Dhabi'də. Və o vaxt Azərbaycanda məşğul olandan sonra MMA ilə mən tez-tez Rusiyaya gedirdim. Və Rusiyada beynəlxalq dünya səviyyəsində olan Jiu-Jitsu yarışlarında mən qalib gəlirdim. Belə dünya çempionatlarında kənar başqa bir yarışlar da var idi dünya səviyyəsində. Onların hamısı qalibi idim. Deməli belə. Məktəbdən də bir-iki şey sizə danışım. Deməli, məktəbdə idmanla məşğul olandan qabaq məni elə bil ki, ruslar bizi sevmirdi də Rusiyada. Deməli, mənə bəzi sözlər deyirdilər. Mən də inciyirdim. Nə bilim, mənlə dostluq eləmirdilər. Amma idmanla məşğul olandan sonra mənim şəklimi başladılar, şəklimi asdılar məktəbdə. Sonra nə bilim, məktəb bayramlarda, tədbirlərdə mənim adımı çəkirdilər. Belə. Onlar başladılar mənə yaxın durmağa, mənlə dostluq eləməyə. Belə. Mən nəticə verə yanımda ətrafım çoxaldı. Mənim heç vaxt fikrimdə yox idi mən haçansa məşhur bir idmançı olacağam, məşhur bir döyüşçü olacağam. Fikrimdə yox idi kimsə gələcək belə mənə çöllərdə, küçələrdə mənə şəkil çəkdirəcək, ya restoranlarda hansısa, ya məclisdə. Heç bilmirdim nədir o. Amma idmanla məşğul olandan sonra mən məşhur idmançılara baxırdım və düşünürdüm haçansa mən bunlarla danışa biləcəm, yoxsa yox. Düzdür.
danışdım da, dost oldum da, hətta bəzilərini keçdim. Deməli, mən Rusiyada yaşayırdım. Deməli, 2016-cı ildə mən Novosibirskə köçdüm. Köçdüm, 8 ay orada qaldım. Bəzi səbəblərə görə sonra getdim Azərbaycana. 2017-ci ildə Azərbaycana gələndə MMA ilə məşğul olmağa başladım. Sizə bunu danışdım mən. Və karyeramı mən 2 il bundan qabaq bitirmişəm. 2023-cü ildə bitirmişəm karyeramı. Deməli, bəzilər elə düşünürlər ki, idmançı xanımlar, döyüşçü xanımlar xanımlığı yoxdur, ya ailə qurmaq belə fikrində deyirlər, ya şəxsi həyatı yoxdur, amma yox. İdmançı xanım, döyüşçü xanım ilk növbədə xanımdır və onun şəxsi həyatı da var, xanımlığı da olmalıdır, ev işləri də bacarmalıdır. Mən ev işlərini çox sevirəm. Yemək bişirməyi, evi yığışdırmağı, evə nəğayətdə sevirəm eləməyi. İdmanda çox əziyyət çəkə-çəkə mən nəticə qazanmışam. Mən bəzi insanlar kimi deyiləm ki, mənim atam varlı olsun, məni qabağa çəksin. Mən işləyə-işləyə ad qazandım, nə bilim, əziyyət çəkə-çəkə nəticə qazandım. Hətta elə günlərim olurdu ki, Bakıda qalmışam, Rus vətəndaşıyam. Qalmağa yer yox idi. Axırıncı pullarımı verdim kiraya ev götürdüm. Çox köhnə bir ev idi. Yeməyə və içməyə pulum qalmamışdı. Deməli, bir gün mənim xaladilniki açırdım. Gördüm ki, orada bir-iki şey var, amma onları yemək mümkün deyil də. Belə xaladilniki bağlayıb gedirdim, uzanırdım, yatırdım, gedirdim məşqə, yenə gəlirdim belə. Deməli, o vaxtı 30 qəpik idi avtobus. Deməli, mən 60 qəpik saxlamışdım. Dedim ki, ya su almalıyam. Su alsam məşqə gedə bilməyəcəm. Ya da su almayıb məşqə gedim, qayıdım. O 60 qəpiyi mən verirdim, gedirdim məşqə və geri qayıdırdım. O 60 qəpik belə gedirdi. Su özümə almırdım. Hətta belə şey olurdu ki, yemək. Bir dönər alırdım. Bir dönəri mən 2 yerə bölürdüm. Deməli, abed və axşam yeməyi yeyirdim. Belə çətinliklərlə böyümüşəm, amma heç vaxt valideynlərimə öz çətinliklərimdən danışmamışam. Həmişə mənim anam mənə zəng eləyəndə necəsən, nətərdir vəziyyət, nə yeyirəm, nə içirəm, mən deyirdim ki, hər şey yaxşıdır. Amma vəziyyət heç yaxşı da deyildi, hətta elə olurdu ki, yeməyim yox idi. Çox xoşbəxtəm ki, bu idmana gəlmişəm və vaxtında bitirmişəm. Bu idmana görə mən insanları tanıdım. Həyatdan mübarizə aparmağı bacarıram. Hamısı idmana görə və güclü olmağı bacardım. Bir şey sizə də deyim, çox insanlar məni geri çəkirdi, istəmirdi mən məşğul olum, mənim haqqımda danışırdı, pis-pis sözlər deyirdi. Amma mən bunu heç fikrimə almayaraq çalışırdım kənara qoyum, arxada saxlayım və qabağa gedim. Belə hamısını arxada saxlaya-saxlaya, əziyyətlər çəkə-çəkə, nə bilim, belə də nəticələr qazandım. İndi şükür Allaha məni bir döyüşçü kimi tanıyırlar. Düzdür, karyeramı bitirmişəm, amma yenə də çöllərdə görəndə, hansısa bir məclisdə görəndə deyirlər ki, bu bizim idmançımızdır, bu bizim fəxrimizdir. Həmişə mənə sual verirdilər. Nə qədər mən verilişlərə çıxmışam, deyirlər ki, sən Rus vətəndaşıysan, Rusiyada yaşayırsan, Rusiyada böyümüşəm, niyə Azərbaycan bayrağı qaldırırsan? Mən demişəm ki, mən Azərbaycanlıyam ilk növbədə, qanımızda da, Azərbaycan damarımızda, Azərbaycan qanı axır. Ona görə mənim borcumdur Azərbaycan bayrağı qaldırmaq. İdman məni pis günlərimdən biraz uzaq eləyib. Necə? Mənim nastroyeniyam olmayanda, hansısa bir problem olanda mən zala gedib o stresi orada atıb, çıxıb, biraz yüngülləşib, yaxşı olurdum. Mən ilk məşqə başlayanda MMA, mənim elə də bahalı paltarım məşqə yox idi. Cəmaət, idmançılar orada, deməli, brend idman markalarına gəlirdilər, geyinirdilər məşqə. Mənim heç imkanım çatmırdı elə geyimlər geyməyə. Mən gedirdim sadə
5 manatlı şortik, 5 manatlı köynək alıb məşqə gəlirdim. Amma vaxt gedincə, nəticə qazanınca, həyatda uğur qazanınca mən o paltarları başladım özümə almağa. Onu alandan sonra onları mən düşündüm ki, mən haçansa bu geyimləri ala bilmirdim, amma indi imkanım çatır bu geyimləri almağa. Bütün idmançılara kim başlayıb idmanla məşğul olmağa fərq eləmir, MMA-dir, qol güləşidir, güləşdir, judodur, fərq eləmir hansı idman növüdür. Uğurlar arzu edirəm. Məqsədlərinizə doğru gedin. Heç kimə qulaq asmayın, kim nə danışır, arxavızda, ya nəsə sizi geri çəkir. Öz bildiyinizi eləyin. Əgər məqsədiniz varsa, istəyiniz varsa, öz istəyinizə doğru gedin. Belə və nəticə qazanın.